Salam dəyərli dostlar. Telegram kanalında paylaşdığımız sualın izahı ilə sizi tanış etmək istəyirəm. Deməli, klaster hər il MİQ-ə düşən klasterdir. Bu formada ədəbiyyatdan ya da Azərbaycan dilindən suallar düşür. Ən çox ədəbiyyatdan düşür bu klaster forması. Deməli, 1-ə ya A, ya B, ya da hər ikisini yazıb 2-yə ona aid doğru cavabı müəyyənləşdirməliyik. Bu cür klasterlərə əsasən cavabı əsasən tapmaq daha yaxşıdır. Məsələn, A variantını götürsək, 1-ə A və B-ni yazsaq, yəni Oqtay Eloğlu və Anamın kitab əsərini yazsaq, C və D ona aid doğru cavab olmalıdır. C-də deyir ki, zahirən demokrat görünüb, amma bütün düşüncələrini şəxsi mənafe üzərində quran obrazda da rast gəlinir. Bu Oqtay Eloğlu əsərində Firəngizin qardaşı Aslan bəyə aid edə bilərik ki, zahirən demokratdır, amma öz şəxsi mənafeyini düşünür ancaq. Cəlil Məmmədquluzadə də Rüstəm bəyə aid edə bilərik. Zahirən özünü demokrat göstərir, yenə də öz şəxsi mənafeyini düşünür. Deməli, 1-ə A və B yazanda 2-yə C yazsaq doğru cavab olacaqdır. D-yə baxaq. Qadın hüquqsuzluğundan bəhs olunan əsərdə. Həm Oqtay Eloğluda qadın hüquqsuzluğu var idi, həm də Cəlil Məmmədquluzadədə biz Gülbaharın taleyindən görürük ki, qadın hüquqsuzluğu var idi. Bu əsərdə həm dram, həm də faciəyə xas olan xüsusiyyətləri görmək olar. Oqtay Eloğlu bir faciə idi, onda dramatik xüsusiyyətlər var idi. Mütərəqqi ideyalar uğrunda mübarizə aparma, həm dramda var, həm faciədə var. Deməli, və faciədirsə, onun faciəyə aid xüsusiyyətləri də olacaqdır. Anamın kitabda tragikomediya olduğu üçün, tragikomediyada dram və faciənin xüsusiyyətləri onsuz da özünü göstərdiyi üçün D variantı testinin doğru cavabıdır. Deməli, 1A, B, 2C, D olduqda, deməli, testin doğru cavabı olacaqdır A variantı. 1A olanda biz niyə B variantı doğru deyil ona baxaq. 1A olanda F-ə baxsaq, ölkənin taleyi, xalqın müqəddəratı ilə bağlı taleyüklü məsələlərə münasibətdə əqidə birliyi. Əqidə birliyi Oqtay Eloğluda yox, Anamın kitabına aid olduğu üçün B variantı yanlış olacaqdır. Deməli, 1A olanda deməli, F variantı yanlış olduğu üçün deməli, E variantı da yanlışdır. 1D olanda, yəni 1AB götürsək, D doğru idi. E-yə baxsaq, Burja cəmiyyəti ilə milli mənafe uğrunda çarpışan həqiqi ziyalıların mübarizəsi üstünə qurulan, burada həqiqi ziyalı yox idi Anamın kitabında. Ona görə deməli, AB olanda 2E ola bilməz. D variantı yanlışdır. 1B olanda C-E-yə baxaq. Burja cəmiyyəti ilə milli mənafe uğrunda çarpışan həqiqi ziyalıların, yenə də Anamın kitabında həqiqi ziyalılar olmadığı üçün bu fikir də yanlış olacaqdır. Deməli, testimizin doğru cavabı bütün hallarda A variantı olacaq.